Niyə o ən yaxın rəfiqənə heç vaxt kömək eləməməlisən? İndi onu sənə izah edirəm. Hamımızda belə bir rəfiqə olub ki, gəlib həmişə sənin yanında ağlayır, deyir, ay bu belədir, falan şey belədir, mən bunu dəyişdirmək istəyirəm və s. Dərdini sənə danışır, sən də ona nəsə motivasiya verməyə çalışırsan, amma ən axırda nə olur? Yenə o öz bildiyini eləyir, sənin dediklərinə qulaq asmır və dönür dolaşır, yenə eyni şeyi öz həyatında yaşayır. Bu tərz rəfiqələrə əslində sən kömək elədikcə sadəcə olaraq öz enerjinlə verirsən. Nəsə olur, sonra bir qurban roluna girir və o qurban rolu ilə qaça-qaça sənə gəlir. Sən də böyük ehtimal ki, xilaskar rolundasan və onu daim xilas eləməyə çalışırsan. Ay, hər şey yaxşı olacaq, hər şey belə olacaq, elə olacaq və ən sonunda da baxırsan ki, sənin artıq enerjin gedib. Bütün enerjini o alıb, çəkib, səndə artıq heç nə qalmayıb, çox yorğun hiss eləyirsən, başın da ağrıyır. Özünü yaxşı hiss eləmirsən, sanki dünyanın yükünü daşımısan kimi hiss eləyirsən. Sən yanına gəlirsən, onu təsdiqləyirsən, sonra gedir yenidən eyni şey eləyir. Yəni o əslində o problemi istəyir və ona görə də öz həyatında saxlayır. O dəyişmədiyi müddətcə sənin ona dediklərinin heç bir faydası yoxdur. Özü dəyişməli, özü qərar verməlidir. Sənin məsləhətlərinin ona heç bir xeyri çox vaxt olmur. O sadəcə sənin yanında rahatlayır. Rahatlıq tapır, sonra gedir eyni şey eləyir, yenə sənə gəlir.